zikir ediyor. Cemiyen kapsanlı rahmetiyle ve esrarını ocakta uyanların salavat zikir et. Cemiyen Karabağ şehirleri Allah'ım salavat zikir ediyor. Sayyah Figanoğlu. ve cemiyen ocakta Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elem alel insani inna halaknal insane min nutfatin amshajin nabtalihi إنا أعتدنا للكافرين سلاسل أغلالا فسعيرا إن الأبرار يشربون من كأس كأس غزبورا أين يشرب بها عباد على ربه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إنا نخاف من ربنا يوما عبوسا قمطريرا فبقاهم الله شر ذلك اليوم لقاهم نزلة وسرورا وجزاهم بما صبر جنة وهريرا متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا ودانية عليهم ظلالها وذللت قطوفها تذليلا ويتمون طعام على حبه مسكينا ويتيما وأسيرا من فضل أخوان هدية واصلة لك إلى روح محمد صلى الله عليه وآله وسلم وعليه المجدان السلام والفاطمة الزهراء سعيدة فلكن المصطفى عليه السلام ولكان شاهد كالبغايا أرواح المرحومين المأمورين المهوتين بحق نبينا وآله سيدنا الصالحين سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين مكان محمد صلى الله عليه وآله وسلم وأحد من رجالكم ولكن فختم النبيون كان الله كل خالق عليما إن الله ملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما إلى يوم الدين. Kanunu bize bu ettiği emanettir. Halkın qəhrəmanıdır. Allah məqamını uca eləsin qardaşım. Amin. Allah torpağı sanı balalarına ömür versin. Onun hər bir övladı özdə bu həmişə öz sadəliyi ilə tanınır. Vətənpərvərlik ruhu var idi. O bütün tədbirlərdə gəlib iştirak eləyəndə bizim gənclərimiz hamısı, o şagirdlərimiz hamısı deyirdi ki, Xan əmi düz deyir. Xana əminin o balacadan böyüyə hər bir kəsin hər kəsin yanında hörməti var idi. Bizim balacamızdan tutmuş böyüyümüzə qədər. Çünki bu igid qəhrəman oğlumuz məktəblərə gedirdi. Məktəblərdə hansı ki o 9, 10, 11-ci sinifin uşaqları var idi. Və o gələcək nəsildə o Babəki Koroğlunu deyiblər bizə. Bizim Babəkimizdə bu kişidir. Koroğlumuzda bu kişidir. O cümlədən bunun dostları. Bax, 1-ci Qarabağ müharibəsində döyüşən o qəhrəman oğullar. Mən onu həmişə demişəm. Onlar olmasaydı, bu günlərim Allah bilir, biz 44 günlük müharibəni hardan başlamışdıq? Kürdən başlamışdıq. Onlar canlarından, o cümlədən ətdən səngər çəkdilər bura. Sərhəd çəkdilər ki, heç kim buradan keçə bilməz. Yəni bu oğulları, bax, Bakıdan bizim qardaşlarımız gəliblər. Hamısı hələ də gəlməkdədir. Yəni yenə deyirəm, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, bu oğulları tanımasın. Xana əmini tanımasın.
O həmişə deyirdi, mən nə qədər canımda can var, erməni mənim düşmənimdir. Onun sözü bizim bütün balacaların hamısının dilindədir. Zaydəmi, Allah sağ dəyməsin. Allah canını sağ eləsin. Mən yenə deyirəm, siz bizim o bu şəhidlərimizin tədbirində Rizvan əmidir, sizsiniz. Hər biriniz orada iştirak eləyəndə Allahın adaqı, elə bildik ki, xanəmi oradadır. Allah'ın arasında. Yenə deyirəm, sizi görəndə onun iyisini sizdən alır. Allah sizə dəyməsin, canınızı sağ eləsin və bizim qardaşımızın da məqamın uca eləsin. Amin. Amin. Məqamın uca eləsin. Onun övladlarına hər birimiz deməliyik ki, sənin atan qəhrəmandır. Çox sağ ol. Hamıya demək. Bütün körpələrə. Onu hamı bilir. Yenə deyirəm, Allah məqamın uca eləsin. Allah Vermədin. övladlarına torpağı sana ömür versin. Bura əziyyət çəkib gələnlərin hər biri. O uşağı çək. Bilirəm, o uşaq günlərim səhər-səhər Quzanlıdan bura qaça-qaça gəlib. Hardadan Bax, geliyor? Hardadan? mən Quzanlıda gördüm. Gəl o de orada dur qoy Polat. Allah canını sağ eləsin. Hər birimiz bu qardaşımızın yolunda Gəl bura. hər birimiz əziyyət çəkməliyik, getməliyik, gəlməliyik. Onun övladları da həmişə bilməlidir ki, bax bu kişinin övladlarıdır, elə də böyüyəcəklər. Qəhrəman kimi də böyüyəcəklər. Zaydəmi, Allah sizə dəyməsin. Canınızı sağ eləsin. Burada mən sizin hər birinizə təşəkkür eləyirəm. Bizim hansı ki onun haqqında biz film hazırlayırdıq çəkməyə. Bizim Şakir müəllimlə, Arxiv TV-nin rəhbəri ilə. Və bununla söhbət eləyəndə biz Mahrızlıda bizim bir şəhidimiz var, Şamil qardaşımız. Onun həyatı haqqında çəkiliş çəkəndə gəldi dedi ki, mən həyatımı Şamilə borcluyam. Mən həyatımı Şamilə borcluyam. Şamil məni yaralı məni çıxardıb, təzədən minamyot atılıb, özün mənim üstümə atıb ki, nəsə olmasın bana. Amma mən sağaldım, Şamil şəhid oldu. Allah məqamını uca eləsin. Amin. Amin inşallah. Allah sizin hər birinizə can sağlığı versin. Sağ ol Əbədi qardaş. Sağ ol. olarak bizim cemaatin ruhunda yaşayacak. Allah sana rahmet eylesin. Hanım. Allah senin yerini beşlesin. Bütün şahitlerimizin yeri beşli olsun. Allah sakallarımıza değmesin. Çok sağ olun, hürmetli olun hamınız. Var olun. Şuraya bayraq sancam və orada azan səsin ucaldan bizim qəhrəmanımız, hansı ki Yaşar qardaşımız da bu günlərim gəlibdi. Qardaşımızı qəhrəman ilə qəhrəmanı ziyarətə gəlibdi. Mən xahiş eləyirəm, Yaşar qardaşım da gəlsin. Muraz qardaş o qədər gözəl sözlər danışdı ki, Qorxmaz qardaşımız. Həqiqətən də yəni xanəmin haqqında danışmaq həm çox böyük bir qürurdur, həm də biraz çətindir. Çünki xanəmi bizim hamımızın ustadımızdır, hamımızın müəllimimizdir. Yəni belə kəşfiyyatın əsas sayılan bir kəşfiyyatçımızdır. Şəxsi münasibətimiz olubdur, dostumuz olubdur, yoldaşımız olubdur. Mən xanəmi ilə sadəcə fəxr edirəm. Mən onun özünə bir ideal bilirəm. Məkanı cənnət olsun, ruhu şad olsun, məqamıcı olsun. Allah onu sevənlərə səbir gözünü versin. Çünki onu bütün xalq sevir, bütün adam sevir. Bütün Azərbaycan. Bəli, bütün Azərbaycan sevir. Çətin belə bir kəşfiyyatçımızın, belə bir qardaşımızın getməyi eldən getməsi deməkdir. Allah məqamıcı eləsin, Allah cəmşərimizə rəhmət eləsin. Alo qardaş, səhmət çəksin. Gələn ayaqlarınız ağrımasın. Mən həmişə deyəndə deyirəm ki, bizim bax bu qəhrəmanlarımız Bəli. hamısı o igidliyi, qəhrəmanlığı, qorxmazlığı, ölümün üzünə düz baxmağı, dik baxmağı və ürəklə getməyi bax bu qəhrəmanlarımızdan öyrəniblər. Allah eyvallah. Çünki onların özünün məktəbi var. Qəhrəmanlıq məktəbi. İgidlik məktəbi. Allah sizə də ömür versin, can sağlığı versin. Var olun, var olun. Xanəminin getməyi elə bir ki, Azərbaycan ordusundan, yəni kəşfiyyatından bir tel qırıldı. Bir igid getdi. Allah yenə deyirəm, məqamın uca eləsin. Amin. Amin inşallah. Allah rəhmət. Məncə ona qiymət verəsi deyil. Yəni o Zəhməti qiymətsiz, onun ödənilməz. qiyməti böyükdür. Bəli. Ben şahsen elə istəyirəm, xanım bizim canımızın bir parçasıydı. Mən özümdə onu elə istəyirəm, bilirəm ki, bunlar bu qardaşlar da elədir. Canımızın elə bir parçası gedib. Hər biri. Allah qorusun hər birisi.
Allah hamısını qorusun. Qorxmaz müəllim, mən bir neçə kəlmə danışmışdım, amma elə Polad elə oğlumuz dedi ki, 3 gün bundan əvvəl o dəfn mərasimində mən elə bədahətən ürəyimdən gələn bir neçə söz oldu. Onu bir daha elə dedi, xatırlat. Nə desək də azdır, haqqı ödənilməzdir. Qoy Büyük xanı bizim hər birimizə halallıq versin. Ki Haqqı onun halal dizlərin etsin xanı üstündə bizə. haqqı sayı var. Yerin cənnət olsun, yerin bağ olsun, Tanrının yanında üzün ağ olsun. Ay xanı, deyirəm o dünyanın çilçıraq olsun, behiş müjdəsini alasan xanı. Bir ömür yaşadın aranını dağlı, süfrən açıq olub, evin qonaqlı. Yurdunun ətrafı çeşmə bulaqlı, dostluğun əbədi qalası xanı. Yaradan yazını belə yazıbdı, imam tək yaratdı, imam tək aldı. İgit yaratmışdı, İgit də aldı. Bizim görüşümüz məhşərə qaldı. Allah amanında qalasan xanı. Yerin beşli olsun qardaş. Ruhun şad olsun. Biz də zəhmət çəkib gələnlərə biz də təşəkkür edirik. Xanı bizə həqiqətən həmişə böyük qardaş olub. Bizə balaca qardaş deyib, həmişə biz onun ətrafında olmuşuq. Təşəkkür edirik. Əziyyət çəkib gəlmisiniz. Allah yaxarınızı var olsun. Allah qadınlarınızı rəhmət eləsin. Heç bir əziyyəti yox. Heç bir Allah əziyyəti yox. gələnlərinizi rəhmət eləsin. Yeri behişli bir daha mekanı cennet olsun, ruhu behişli olsun. Xanı bir mayak kimi yüz illərlə, min illərlə həmişə yaşar bir komandadır. Həmişə Vaxt gələcək, dövr gələcək. Biz müəyyən nağıllarla, qəhrəmanlarla böyüdüyümüz, gələcək nəslin evlatlarla xanı və xanı kimi igidlərimizin olacaq həyatlarından olan həqiqətləri işitib böyüyəcəklər. Xanı vətən həsrətli, torpaq həsrətli, bayraq sevdalısı. Bugün xanı qardaşımız özünün neçə illərlə uğrunda döyüşdüyü torpağın boynunda eləsin. Ziyarət edənlərin hər birinə təşəkkür edirik. Bizim, bəli, bunlara borcumuz var. Bunlar bizə haqların halal eləsə, biz özümüzü dünyada xoş ederiz. Sağ olun. var olur qardaş. Hamımızın halkımızın etkisidir. Korkmaz müəllim dedi, dəfələrlə təkrar elədi. Azərbaycanımızın etkisidir. Xanını tərifləmək həqiqətən lazımdır. Yəni, buradan döyüş yoldaşları var ki, onunla kəşfiyyat əməliyyatlarını iştirak edib. Xanının hünərin, xanının şücaətin, xanının qəhrəmanlığın, xanının igidliyin çox gözəl bilir. Yəni, tərifləmək yox, sadəcə olaraq, bəli, biz bütün şəhidlərimiz bizim ant yerimizdir, bizim müqəddəsimizdir, bizim üçün müqəddəsdir. Xanının da ki, ayrıca öz yeri var. Ayrıca. Çünki xanı bu Azərbaycan torpağının yetişdirdiyi igidlərdən, sayılı igidlərdən biridir. Xanılar zaman zaman yetişir. Yəqin ki, gələcəkdə də yetişəcək, torpaq yetişdirəcək. Xanı vətən sevdalısı, torpaq sevdalısı, dostluğa, yoldaşlığa o qədər sədaqətli idi ki, xanı 100 dəfə ölməyə razı olardı, amma bir dostunun, yoldaşının, nə bilim, bir əziyyətin əzabına razı olmazdı. Bizim üzərimizə bir şey düşür ki, indi burada akşama kimi də dursaq, yenə də azdır. Bizim üzərimizə düşən oldu ki, onun adını yaşatmaq. Hər zaman, hər yerdə, tədbirlərdə, nə bilim, məclislərdə xatırlatmaq. Gələcək nəsillər unutmasın ki, belə bir igid Azərbaycan oğlu, belə bir vətən fədaisi bu torpaqda yaşadı və bu torpağa qovuşdu. Herkes danışmaq istəyir. Danışmaq istəyənlər çoxdur. Heç kim də inciməsin. Burada xanını tərif üçün yığışmamışıq. Xanını ziyarət eləmək üçün yığışmışıq. Xanı bizim üçün bir ziyarətgah. Sağ olun. Buradan xahiş eləyirəm. Herkes, hər birimiz gedək. Onun evi ocaqdır. Ünvanına gedək. Gedək orada bir çay içək. Allah sizin hər birinizə səbr versin.
Kim danışmak istiyorsa danışsın. Allah canını sağ olsun. Hakkında diyecek bütün sözlerimize değil. Ona komandacılığı için yeterli ihtiyaç yoktu. Sadece olarak biz onu yad eləməklə, ziyaret eləməklə ruhunu xoş eləmiş oluruq. Milletimizin geçer bir qəhrəmanıdır. Torpaqda qız sürüküb oynamaqdadır. Biz bütün qəhrəmanlıq nümunələrini bu kişilərdən öyrəndik. Xanı bəlkə də 50 il bundan qabaq, 30 il bundan qabaq sadə bir ad idi. Heç kim bəlkə də heç onu bizə deyir, belə qəbahət olmasın, kına girə bilməli onu. Heç yaraşdırıb harasa kim evladının adına koymazdı. Ama o xan adını o kadar büyük bir zirveye kaldırdı ki, indi ben düşünürüm ki bizim milletimizin hansısa biri öz evladına bu adı koyanda gururla seve seve koyacaktı. Çünkü o adın iç taşıyıcısı ona öyle bir şeref, öyle bir şükür getirirdi ki o ad milletimizin devamlı şekilde yaşayacak. Biz nece diyelim, üzülürüz sayın belki de bunun huzurunda serbest dayanmak biraz çetinlik yaradır. Evet. Bir kahramanlık sernamesi yazdı. Kahraman doğuldu, kahraman yaşadı ve insanların kalbimizde şehadetle milletimizin kalbine köçeledi. Ruhun şad olsun. Amin. Aziz kardeşim. Allah mekanını âli eylesin. Allah rahmet eylesin. Danışmak çetin. Allah rahmet eylesin. Sana söylemezlerle beter, bakırda beter. Yani hıkkında danışmak. Başlarımız olanların terbiye taşları, tanrı tanıyan hamıları. Taş ağdan da Tınader Bacan tanıyor. Tanrı işte Tınader Bacan. Tınader Bacan'da hamıları olmadı bunu. Allah o dünyasını versin. Allah onun balalarına değmesin. Sakın versin. Hadi tanışmak halis. Her zamanla tanışalım.